Şəxsi vəzirləri quruluşca baxar. Yəni sadə olur. Qeyri-müəyyən əvəzliklər Fatimə. Sadə düzəltmə müvəkkil. Sadəsini nümunə çəkirik. Hamı, Düzəltmə. düzəltmə hərə, Mürəkkəb. mürəkkəb isə kim isə. Kim isə düzdür. Deyirik qeyri-müəyyən əvəzliyin mürəkkəb növü neçə cür yazılır? 2 cür. Hansı? Ayrı. Bir də bitişik. Bitişiyə nümunə çəkirik. Bitişiyə nümunə çəkirik. Filan kəs. Bəs ayrıya? Hər kim düzdür. Yaxşı. Sizcə bəzi hallanırmı? Zeynəb? Hallanır. Hallanmır. Məhəmməd, bəzisi hallanırmı? Düzdür. Yaxşı. İşarə vəzirləri hansılardır Aydan? O, bu, elə, belə, həmin, hamı. Düzdür. Elə, belə, məcid hansı iksələrin əvəz edir? Bir də zərfi. Sifəti bir də zərfi əvəz edir. Düzdür. Əli deyəndə ki, elə insan var, məsuliyyətsizdir. Burada səncə elə nəyə əvəz edib? Sifət əvəz edib. Düzdür. Zəhra, səncə elə danış ki, hər kəs eşitsin. Burada elə nəyə əvəz edib? Zərf əvəz edib. Yaxşı. Sizcə elə fikir var insanı çox düşündürür. Burada elə sifətdir yoxsa zərfdir? Əvəzlikdir. Ay sağ ol. Şamil, sual əvəzlikləri quruluşca. Sadəsə nümunə. Kim? Düzəltməsinə. Neçənci? Mürəkkəbinə. Nə qədər deyə bilərik, bəli. Yaxşı. O, bu, necə, nə cür, hansı sualına cavab verirsə, Zeynəb, vergül olar, olmaz? Olmaz. O, bu, kim nə sualına cavab verirsə, Məhəmməd? Olar. O, bu, kim nə sualına cavab verir, amma özündən sonra nə gəlsə vergül işarəsini qoymayacaq Fatimə? Fiil, köməkçinin qıssəsi, bir də ki, əvəzi. Fiil, köməkçinin qıssəsi, bir də əvəzi. Yaxşı. Sizcə fiildə dəniz nədir istisna olan? Fiildə? Bəli. Yəni fiildə nə gəlsə vergül qoyacaq. Məcid, fiili sifət, düzdür. Yaxşı. Məhəmməd, köməkçinin qıssəsi nədir istisna? Modal sözdən nida. Yaxşı yoldaşlar, sizcə modal sözdən nədir istisna? Zeynəb? Güya sanki elə bir gələndə vergül olmayacaq. Yaxşı. Desək ki, Fuad, o dünənki hadisədir. Burada vergül olar, olmaz. Dünənki hadisədir. Olmaz. Fatimə? Olacaq. Özündən sonra dünənki sifəti deyə vergül olacaq. Yaxşı. Zeynəb, desəm ki, o mənliyi ilə fəxr edir. Vergül olar, olmaz. Olar. Vergül olacaq. Fatimə, o qaçır dar döngələrdə. Vergül olar, olmaz. Fiildə o görə olmaz. Olmayacaq. Fuad, o oxuduğun məqalədir. Vergül olar, olmaz. O oxuduğu məqalədir. Olmaz mı? Oxuduğum nədir yoldaşlar? Fiili sifəti olacaq. O oxuduğum məqalədir. İntonasiyaya görə vergül olacaq həmçinin burada. Yaxşı. Desəz ki, o dərslərini mənimsəmir. Vergül olar, olmaz. Məhəmməd? Olacaq. Həmçinin 2 cür düşünə bilər. O dərslərini, bir də var, o dərslərini. Vergül ola da bilər, olmaya da bilər. Yaxşı Aydan, o deyəsən dərslərini oxumayıb. Vergül olar, olmaz. Olar. Olacaq. Sonra Əli, o ki dərslərini oxumayıb. Vergül olar, olmaz. Olmaz. Düzdür. Məcid, o ümumiyyətlə bundan xəbərsizdir. Vergül olar, olmaz. Məhəmməd? İki tərəfdə də olacaq. Hər iki tərəfdə də olacaq, düzdür. Yaxşı. Fatimə, desəm ki, o mənim qardaşımdır. Vergül olacaqmı? Olmayacaq. Necə? Olmur. Bəli də. O mənim qardaşımdır. Mən əvəzi olduğu üçün vergül olmayacaq. Yaxşı. Bahar, desəm ki, o, mən və qardaşım məktəbə getdik. Ondan sonra vergül olar, olmaz. Olacaq. Çünki sadalama intonasiyası var, düzdür. Fuad, desək ki, bu kitab mənimdir. Olar, olmaz. Bu kitab mənimdir. Bəli. Olacaq mənim. Fatimə? Olmayacaq. Olmayacaq Fuad. Çünki hansı sualına cavab verirsə vergül olmaz. Əşyanın adını şamil, ümumi şəkildə bildirən əvəzliklər hansılardır? Təyin əvəzlikləri sadala. Öz hərfi tövfanı. Bir də cümlə.
Yaxşı. Sizcə təyin əvəzilərin içərisində mənsubiyyət şəkilsi qəbul edə bilən əvəzilər hansılardır? Zəhra? Bir də? Bir də eyni. Təyin əvəzilərin içərisində eyni. Yaxşı. Sizcə işarə əvəzilərinin içərisində mənsubiyyət şəkilsi qəbul edə bilən əvəzi hansıdır? Fatimə? İşarə. Məhəmməd? Elə belə düzdür. Yaxşı. Qeyri-müəyyən əvəzliyin içərisində sifət əvəz edən əvəzlik. Məhəmməd? Bəzi. Sonra bəs sizcə şəxs əvəzləri mənsubiyyətə görə dəyişirmi? Şəxs əvəzləri Şamil? Dəyişmir. Şəxs əvəzləri hallanarkən hansı halda in yerinə im götürür Zeynəb? Yəli kal gələndə in yerinə im götürəcək, düzdür. Sizcə hansı şəxs əvəzlərinin hansında, hansı halda tələffüzdə fərqli məqam müşahidə edirik? Bahar? Çıxışıq halda necə tələffüz olunur? Nan şəklində tələffüz olunacaq, düzdür. Bəs desək ki, həm özünü, həm digər əsas hissələrini əvəz edən əvəzi, həm özünü, Məcid, sual əvəzidir, düzdür. Yaxşı. Sizcə işarə əvəziləri quruluşca yalnız sadə olacaq, düzdür. Məcid, işarə əvəzilərinin içərisində amonim olanlar. Bir də o. Bu amonim deyil. Yaxşı. Bu işarə əvəzini elə işlədin ki, isim əvəz eləsin. İsimləşsin. Bu işarə əvəzini elə işlədin ki, isim əvəz eləsin. Məhəmməd? Hansı kitab deyirsən? Burada isimləşmədi. Bu gəldi. Kim? Ay, sağ. Və yaxud da ki, bunu özümə aldım. Doğrudur, bunu özümə aldım. Tez bir dənə üslubun xüsusiyyətlərindən də danışırıq. Aydan, bədii üslubun xüsusiyyətləri. Düzdür. Zəhra, publisistik üslubun xüsusiyyətləri. Düzdür. Məişət üslubunun xüsusiyyətləri Dəniz. Sərbəstlik, dəqiqlik. Məişət üslubunun xüsusiyyətləri Məhəmməd. Sərbəstlik, yoxcanlı, Təbiilik, düzdür. Rəsmi işgüzar üslubunun xüsusiyyətləri Fatimə. standart forma, arxaik leksika, desintaksi məhdud. Düzdür. Yaxşı. Hansı üslubu soruşmadım? Elmi üslubun xüsusiyyətləri Şamil. Dəqiqlik, ardıcıllıq, konkretlik, termin sıxlığı, düzdür. Sizcə hansı üslubda ölçü vahidləri ixtisarla verilir? Fatimə? Elmidə. Sizcə ən gənc üslub, ən son yaranan üslub? Aha. Yaxşı. Sizcə hansı üslubdur ki, ədəbi dili təmsil edir? Bədi, düzdür. Sizcə hansı üslubdur ki, həmin üslubda bütün üslublar birləşir? Məişət, düzdür. Sizcə hansı üslubdur ki, loru dillə standart formanın sərhədində yerləşir? Məişət. Sizcə jargonları, varvarizm, vulqarizmləri hansı bədii üslubda istifadə edirik? Hansı üslubun şifahi forması yoxdur? Şifahi forması yoxdur, rəsmi işgüzar, yaxşı, yerdən ümumi cavab verə bilərsiniz. Sizcə hansı üslubdur ki, yazı forması yoxdur? Məişət üslubudur, düzdür. Yaxşı. Sizcə hansı üslubdur ki, nəzm formasına rast gələ bilirik? Bədii üslubdur, afərin sizə.